Acan zəvvarlar buradan qayıdandan sonra əldə etdiyi mənəviyyatları qorumaq üçün neynəsinlər? Bismillahirrahmanirrahim. Bu çizan gəlir Mərsimin ziyarətinə. Savabı yığmaq olmaz, yazmaq olmaz. Rivayətlər əslən Məqsud İmamlıların ziyarətnaməsi. Hələ əcib savabı ziyarəti əcibdir. Hətta yazıyorlar Kərbəlanın içindən də yuxarı. Bunu sən əlindən cəhdin, ələ cəhdin. Şimdi sən istəyirsən gəydəsən ki, Rəbbini dağıtmayasan. Qoymayasan şeytan qarət edir. Qoymayasan şeytan tarac edir. Həsil tutasan, danışığın hesabı ilə olur. Baxışığın hesabı ilə olur. Muraqəbən ola, muraqəbə. Allame Tebarəyə şagirdləri hər vaxt deyil, mən seyri sonuçta bir yerə satmadım. Sənin muraqəbətin zərifdir. Gəydəndən sonra bir iş görməyəsən İmam-ı diye niyə? İmam-ı Zaman diye niyə? Mərhum Şeyh Əsələli İsmail etdi, bir mərhum başlayışda dediler bu tərləmi, götür bu tərləsə şifa tapacaq. Dedi mənə bir dənə çay gətirin, mən çay içənə bu tərlə. Çay gətir, çay içənə o da tərlədi. Gedər qorxmadın, sözün xarab ola. Dedi yox, biz mən indiyənəcəm bir iş görməmişəm. İmam Zaman mənə deyir. Salim qala, aradan getməyə hər işə vardı olan. Əvvəl Allah bir dənə hazırda, sonra işə vardı olan. Bu rivayət var, təəiddə ləhu cavabən. Hər işə vardı olsan, əvvəl Allah cavab hazırda, köşüyə görürsən. Ondan o işə keç. Əgər o cür olsun, İmam Rıza da səndən razıdır. Allah da səndən razıdır. Ziyarətin də əmanət qalacaq Allah nəzərində. Əbədiyyət sənə qayıtırır.